4 illik Dubay təcrübəmdən əsaslanaraq deyirəm ki, Dubaya gələn turistlərin 99%-i bura gəldikləri birinci gün ola bilər hər hansı bir çətinliklər olsun. İkinci, üçüncü, dördüncü, beşinci bir həftə sonra mən Dubaya güzəcəm fikri onlarda əmələ gəlir. Niyə? Bu nədir axı? Dubayda çəkici olan maqnit kimi insanları çəkən nə var? Mən bunu kəşf eləmişəm, 4 ildir buradayam. Yəni bura gəlmək istəyən bu turistlər müxtəlif təbəqələrdən olan insanlardır. Bəziləri öz dostlarımdan da olub, öz qohumlarımdan olub və yaxud da tanımadığım insanlar olub. Müxtəlif təbəqədən olan biznesmenlər, orta əmək haqqına sahib olanlar və yaxud da az maaş alan insanlar. Dubayda mən istədiyim şey, təbii ki, insanların rahatçılığı üçün dövlət əlindən gələni edir. Əlindən gələni etməyinin səbəbi nədir? Bəzi ola bilər ki, qayda qanunları məntiqsiz ola bilər, bəziləri xoşa gəlməz ola bilər, amma yenə də bura gələn turistlərin, burada yaşayan insanların rahatçılığı üçün əllərindən gələndən artıq eləyirlər. Nədir bunlar? 4 illik təcrübəmdən deyirəm, insan burada özünü çox rahat, çox sərbəst, çox azad hiss edir. Bunu təbii ki, hiss elətdirən səbəb odur ki, Dubay dünyanın ən təhlükəsiz şəhərlərindən biridir bu dəqiqə ki, bütün milyonçular, milyarderlər bura gəlib öz pullarını yatırırlar, bura gəlib evlər alırlar, maşınlar alırlar, mülklər alırlar, biznes qururlar. Yəni heç bir qorxusuz şəkildə. Ailəli insanlar bura gəlirlər, ailənlə burada yaşamaq çox rahatdır. Çünki mən yaşadığım binada mümkün deyil ki, evimin qapısını açarla bağlayayım. Hər zaman evimdən çıxdığımda evin qapısı açıq qalır. Bəzən dostlar, tanışlar olur, bəzən bura gələn nə olur? Mənə gəlmək istəyirlər, deyirəm ged evə. Qapı açıqdır. Ged gir yenə. Yəni o qədər rahatçılıqdır ki burada. Qapını belə açıq qoyursan. O qədər rahatçılıqdır ki burada. Sən telefonunu hər hansı bir yerdə unut, kaşloku unut hər hansı bir yerdə. Mümkün deyil onun itməyi. Taksidə sənin telefonun düşsün, mümkün deyil onun itməyi. Zəng eləyəcəksən, gətirəcəklər səni, götürəcəksən və yaxud da özün. Və burada təbii ki, insanların rahatçılığı üçün nədir başqa məsələ də? Burada misal üçün küçədə ev heyvanları yoxdur. Ola bilər bu qulağa biraz çox qəribə görsənsin, yaxşı görsənməsin, amma açıqlamasını da verəcəm. Ev heyvanlarından küçədə yemək verən insanlar cərimə olunur. Səbəbi nədir axı bunun? Səbəbi odur ki, bəzi insanlar bəyənməyə bilər ev heyvanlarını. Pişikdən iyrənə bilər, qorxa bilər və yaxud da ki, bəziləri itdən iyrənə bilər və yaxud da ki, qorxa bilər. Dubay dövlətinin bu qərara gəlməsində səbəb zərrə qədər də olsun narahatçılıq verməməkdir. Zərrə qədər də olsun. Ona görə də Dubay tam fərqli yerdir. Dubay öz vətəndaşına, öz rezidensinə hörmət eləyir. Vətəndaşı bir kənara qalsın. Biz vətəndaşlığını almağımız üçün ya gərək dünya səviyyəli bir atlet olaq, ya da milyarder olaq. İnşallah olduğumuzda buranın pasportunu əldə edərik. Lakin Durov Telegramın qurucusu, bilirsiniz, Rusiya əsilli Telegramın qurucusu, gənc bir milyarder. 17 milyard dollar hal-hazırda sərvəti var. Deməli, Dubayın vətəndaşıdır. Dubay pasportuna sahibdir. Eyni anda Fransa vətəndaşıdır və başqa bir dövlətin vətəndaşıdır. 3 vətəndaşlığı var. Durovu keçən il Fransada tutduqlarında, saxladıqlarında Durov həm də Fransanın vətəndaşıdır. Birləşmiş Ərəb Əmirlikləri öz vətəndaşı olduğuna görə Durovu sonuna qədər dəstəklədi və Birləşmiş Ərəb Əmirlikləri Fransa ilə olan milyard dollarlıq biznes sazişlərini kəsəcəyini bildirdi. Təsəvvür eləyin ki, bir şəxs, bir dənə rezidans onlar üçün nə qədər önəmlidir. Vətəndaşı onlar üçün nə qədər önəmlidir. Milyard dollardan da çox önəmlidir. Ona görə də bu səbəblər insanları Dubaya bağlayır, Dubaya çəkir, buradakı rahatçılığı hiss eləmək üçün sənə çox rahat hisslər verir. Ona görə də bu bilgiləri bilməyən insanlara belə təsir eləyir. Çünki burada bir müsbət aura var. Bütün insanlara təsir eləyir və bütün insanlar da bunun təsiri altından qayıdırlar Dubaydan. Və bir neçə ay sonra geri gəlmək üçün planlar qururlar. Dubay haqqında düşündüyünüzdə təkrar düşünün.